bürcü 5 dekabr 2025-ci il. Bugün təxribatlara uymamaq çətin ola bilər. Emosional fon gərgin, əhvalınız dəyişkən ola bilər. Bu vəziyyətdən yararlanmaq istəyən, manipulyasiya edən insanlar da qarşınıza çıxa bilər. Onlara qarşı öz mövqeyinizi qətiyyətlə qorumaq vacibdir. İntuisiyanıza güvənin. O doğru qərar verməyinizə kömək edəcək. Görəcəyiniz işlər gözlədiyinizdən çox ola bilər. Onların böyük hissəsini tək başına həll etməli olacaqsınız. Başlamaq üçün ən uğurlu vaxt isə günün birinci yarısıdır. Bu saatlar həm yeni işlərə başlamaq, həm də yeni təcrübələr qazanmaq üçün daha əlverişlidir. Buğa bürcü 5 dekabr 2025-ci il. Bugün köhnə planları xatırlamaq, bəlkə də onları həyata keçirmək üçün münasib vaxtdır. Etibarlı köməkçilər və gələcəkdə də güvənə biləcəyiniz müttəfiqlər tapmaq şansınız var. Əvvəllər ideyalarınızı real saymayan insanlar bu dəfə fikirlərini dəyişə bilər. Sadəcə arqumentlərinizi düzgün izah edin. Tələsmək məsləhət deyil. Rahat ritmlə işləsəniz daha yaxşı nəticə əldə edəcəksiniz. Bəzi buğalar keçmişdə buraxılan səhvləri görüb düzəldə biləcəklər. Pul daxil olmaları və əlavə gəlir fürsəti yaradan təkliflər mümkündür. Əkizlər bürcü 5 dekabr 2025-ci il. Bugün çoxlu xəbər və məlumat ala bilərsiniz. Amma onların hamısı etibarlı olmayacaq. Vacib görüşlər, məsuliyyət tələb edən işləriniz varsa, tələsmədən soyuqqanlı şəkildə hərəkət edin. Mümkünsə günü istirahətə həsr etmək daha yaxşıdır. Əks halda planlarınızı öncədən düzgün qurmağa çalışın. Gün qarışıq məlumatlarla bol ola bilər. Hətta etibarlı insanlar belə bilmədən sizi yanıltmış ola bilər. Ona görə də ən çox öz məntiqinizə və şəxsi təcrübənizə güvənməyiniz daha doğrudur. Xərçəng bürcü 5 dekabr 2025-ci il. Hadisələr çox sürətlə inkişaf etməsə də gün ümumilikdə uğurlu keçəcək. Əsas məsələ işlərə gecikmələrin mümkün olduğunu nəzərə almaqdır. Planlarınızı buna uyğun qursanız narahatlıqdan uzaq olacaqsınız. Əgər kimləsə birlikdə plan qurmusunuzsa, bir daha hər şeyi dəqiqləşdirmək vacibdir ki, anlaşılmazlıqlar yaramasın. Ola bilər ki, sizdən gözləniləndən çox şey tələb edilsin. Bu həm iş, həm də maliyyə məsələlərinə aid ola bilər. Şir bürcü 5 dekabr 2025-ci il. Gün çox xoş keçəcək. Yetər ki, xırda məsələləri ürəyinizə salmayasınız. Pozitiv düşüncə və özünüzə inam sizə həm yeni tanışlıq gətirəcək, həm də uğur qazandıracaq. İnsanlar bugün xüsusilə sizinlə ünsiyyətdə olmaq istəyəcəklər. Bugün ciddi işlər üçün çox uyğun olmasa da özünüzü məcbur etsəniz, hər şeyi uğurla həll edəcəksiniz. Lakin istirahət etməyə də ehtiyacınız var. Bunu sakit şəkildə izah etsəniz, yaxınlarınız sizi anlayacaq. Qız bürcü 5 dekabr 2025-ci il. Əgər mühüm işlərlə məşğul olmağı planlaşdırırsınızsa, əvvəlcə köməkçilər və eyni düşüncədə olduğunuz insanlar tapmağa çalışın. Bugün tək başına işləmək bir qədər çətin ola bilər. Köhnə tanışlarla danışmaq faydalıdır. Onlar ideyalarınızı maraqla dinləyəcək, sizə yeni üsullar təklif edəcək, yaxın zamanda lazım olacaq faydalı məsləhətlər verəcəklər. Xüsusilə maliyyə və sənədləşmə ilə bağlı məsələlərdə başqalarının təcrübəsi sizə kömək edəcək. Yaxın insanlarla ünsiyyət sevindirici olacaq. Son zamanlar aranızda anlaşılmazlıqlar olubsa, bugün onları aradan qaldıra biləcəksiniz. Axşam saatları sakit atmosfer və güc toplamaq üçün ideal olacaq. Bu vaxt həm də gələcəklə bağlı düşünmək planlarınızı sevdiyiniz insanla paylaşmaq üçün münasibdir. Tərəzi bürcü 5 dekabr 2025-ci il. Bugün həm özünüz, həm də başqaları üçün çox xeyirli işlər görəcəksiniz. Çətin görünən bir çox məsələ gözləniləndən daha asan həll olunacaq. Uğur üçün sadəcə doğru anda doğru addım atmanız kifayətdir. Əgər problemlər yaranarsa, siz onları zərərsiz şəkildə yoluna qoya biləcəksiniz. Bəzi tərəzilərə əvvəldən tanıdıqları, lakin uzun müddətdir görmədikləri insanlar kömək edəcək. Gününüzət üçün əlverişlidir. Siz bugün xüsusilə cazibədar və təsirli görünəcəksiniz. Bir çox insan üzərində yaxşı təəssürat yaradacaqsınız. Köhnə əlaqələri bərpa etmə imkanı da var. Amma bunu etməzdən əvvəl yaxşı düşünmək lazımdır. Keçmiş problemlər hələ də aktual ola bilər. İntuisiyanız hansı addımın daha düzgün olduğunu sizə göstərəcək. Əqrəb bürcü 5 dekabr 2025-ci il. Bugün vaxtınızın böyük hissəsini başqalarının problemlərini həll etməyə sərf etməli olacaqsınız. Amma bu öz maraqlarınızı unudacağınız demək deyil. Vacib olanı tez müəyyənləşdirmək bacarığınız, xırda şeylərə vaxt itirməməyiniz sayəsində planlaşdırdığınızdan daha çox iş görə biləcəksiniz. Bəzi əqrəblər keçmiş səhvləri düzəltmək və itkilərin qarşısını almaq üçün uyğun imkanlar tapacaqlar. Ailə toplantıları, qohum ziyarətləri və ev daxili tədbirlər uğurlu keçəcək. Son zamanlar münasibətlərdə gərginlik yaşanmışdısa, bugün onu aradan qaldırmaq mümkün olacaq. Bir çox əqrəb emosiyalarını nəzarət etməyi bacaracaq. Vəziyyəti daha obyektiv qiymətləndirəcək. Ox atan bürcü 5 dekabr 2025-ci il.
Bu gün planlarınızı tək başına həyata keçirməli ola bilərsiniz. Sizə əvvəl həmişə yardım edən insanlar bu dəfə öz işləri ilə məşğul ola bilərlər. Lakin bu məqsədə çatmağınıza mane olmayacaq. Hətta bəziləri üçün müstəqil qərar vermək daha motivasiya edici olacaq. Bugünkü uğurlarınız özünüzə olan inamı gücləndirəcək. Günü kiçik bir fasilə ilə keçirmək istəyən oxutanlar da vaxtlarını xoş keçirəcəklər. Xüsusi bir proqram lazım deyil. Sadəcə bir müddət işləri bir kənara qoyub istirahət edin. Bu zaman ilham gəlsə, yeni ideyalar doğa bilər. Gəlməsə belə yaxınlarınızla xoş ünsiyyət əhvalınızı yüksəldəcək. Oğlaq bürcü 5 dekabr 2025-ci il. Bugün ətrafınızdakı insanlarla yola getmək çox asan olacaq. Bu fürsətdən istifadə edərək vacib mövzuları müzakirə edə bilərsiniz. Son günlər yaranmış anlaşılmazlıqları həll etmək və hamını razı salacaq qərarlar tapmaq mümkün olacaq. Oğlaqların təşkilatçılıq bacarıqları bugün xüsusilə nəzərə çarpacaq. Etdiyiniz hər tapşırıq tez və səliqəli şəkildə yerinə yetiriləcək. Evdəki məsələlər daha çox diqqət tələb edə bilər. Xüsusən də ailə büdcəsi ilə bağlı qərarlar zamanı daha diqqətli olmalısınız. Qohumlarınız sizdən məsləhət istəyə bilər və burada tələsmədən vəziyyəti tam aydınlaşdıraraq cavab vermək vacibdir. Çünki doğru məsləhət yaxınlarınızı yanlış addımdan qoruyacaq. Dolça bürcü 5 dekabr 2025-ci il. Gün qeyri-adi görüşlərlə və uğurlu başlanğıcla başlaya bilər. Əvvəllər mümkünsüz görünən işi belə uğurla bitirmək şansınız olacaq. Bu uğurlarla kifayətlənməyib irəli getməyiniz tövsiyə olunur. İdeyalarınızı reallaşdırmaq üçün əlverişli vaxtdır. Peşəkar sahədə öz mövqeyinizi gücləndirmək üçün yaxşı imkanlar yaranacaq. Rəqibləri geridə qoymaq, sizi narahat edən söz-söhbətləri dayandırmaq mümkündür. Günün ikinci yarısı yeni və maraqlı iş təklifləri gətirə bilər. Qərar vermək üçün kifayət qədər vaxtınız olacaq. Balıqlar bürcü 5 dekabr 2025-ci il. Günün ilk yarısı sizə çoxlu sevindirici anlar bəxş edəcək. Qarşınıza xoş təsadüflər çıxaracaq, dəyərli xəbərlər alacaq, yeni təkliflərlə rastlaşacaqsınız. Özünüzdə güc hiss edərək uzun müddətdir təxirə saldığınız işlərin öhdəsindən gəlmək istəyəcəksiniz. Tanışlarınız və yaxın çevrənizdə də sizə məmnuniyyətlə kömək edəcək. Günün əvvəlində ünsiyyətdə müəyyən çətinliklər ola bilər. Bəzən yaxın insanlar belə niyyətlərinizi tam başa düşməyə bilər. Lakin günün ikinci yarısında vəziyyət dəyişəcək. Qarşılıqlı anlaşma artacaq. Yeni tanışlıqlar və həm dostluq, həm də romantik münasibətlərin başlanğıcı mümkündür.